Astrologiya dünyasında son dövrlərin ən çox danışılan mövzusu peşə seçimidir. İnsanlar artıq sadəcə gündəlik fallarını deyil, karyera yollarını da ulduzların rəhbərliyi ilə müəyyənləşdirməyə üstünlük verirlər. Publika az bürclərin təbiətinə ən uyğun peşələri təqdim edir. Qoç bürcü. Cəsur, enerjili və rəqabəti sevən qoçlar üçün rəhbər vəzifələr idealdır. Onlar risk almaqdan qorxmurlar. Uyğun peşələr isə sahibkar, hərbi sahə, idmançı, xilasedici və ya idarəçidir. Buğalar. Səbirli və detallara önəm verən buğalar maddi zəmanət və gözəlliyi axtarırlar. Uyğun peşələr isə bank işi, memarlıq, kulinariya, bağçılıq və ya incəsənət qalereyası rəhbəridir. Əkizlər. Sürətli düşünən və nitq qabiliyyəti yüksək olan əkizlər monoton işlərdən nifrət edirlər. Uyğun peşələr jurnalist, PR mütəxəssisi, müəllim, satış təmsilçisi və ya tərcüməçidir. Xərçənglər. Emosional zəkası yüksək olan xərçəng bürcləri başqalarına kömək edə biləcəkləri sahələrdə parlayırlar. Uyğun peşələr psixoloq, tibb bacısı, insan resursları mütəxəssisi və ya tarixçidir. Şir bürcləri. Diqqət mərkəzində olmağı sevən və yaradıcı şeylər üçün rəhbərlik və sənət sahəsi qaçınılmazdır. Uyğun peşələr aktyor, dizayner, rejissor, siyasətçi və ya menecerdir. Qız bürcləri. Hər şeyi mükəmməl şəkildə planlaşdıran qızlar üçün detallar hər şeydir. Uyğun peşələr mühasibat, redaktor, məlumat analitiki, elm adamı və ya müfəttişdir. Tərəzilər. Diplomatiya və estetik zövq tərəzilərin qanındadır. Onlar tarazlıq yaratmaqda ustadırlar. Uyğun peşələr hüquqşünas, diplomat, daxili memar və moda məsləhətçisidir. Əqrəblər. Mürəkkəb problemləri həll etməyi sevən əqrəblər fokuslanma tələb edən sahələrdə uğurlu olurlar. Uyğun peşələr dedektiv, cərrah, tədqiqatçı, kəşfiyyatçı və ya psixiatrdır. Oxatan bürcləri. Yeni yerlər görməyi və öyrənməyi sevən oxatanlar üçün ofis divarları çox dardır. Uyğun peşələr turizm bələdçisi, akademik filosof, xarici ticarət mütəxəssisidir. Oğlaq bürcləri. Karyera pillələrini səbirlə dırmaşan oğlaqlar üçün strukturlaşdırılmış iş mühiti vacibdir. Uyğun peşələr isə CEO, maliyyə mütəxəssisi, mühəndis, dövlət məmuru və ya mülkiyyət meneceridir. Dolçalar. İnnovasiya və azadlıq. Gələcəyi düşünən və fərqlilik yaradan dolçalar texnologiya və humanitar sahələri sevirlər. Uyğun peşələr isə proqramçı, astronom, sosial layihə rəhbəri və ixtiraçıdır. Balıqlar. Xəyal gücü geniş olan balıqlar sənət və şəfa sahəsində özlərini tapırlar. Uyğun peşələr musiqiçi, rəssam, veterinar, terapevt və ya fotoqrafdır. Unutmayın ki, peşə seçimi yalnız bürcünüzdən deyil, həm də şəxsi qabiliyyət və maraqlarınızdan asılıdır.